İtalyan da bu. Yukarıda mesela için. Çok hoşuma geldi. Brent velosipedler satılır. Burada da dersin. Rahat orada böyle aparıp getirmeli. Ben maşın arka bagaja koydum. Allah. Yani taşımak için değil. Çok rahat. Maşına koyup aparmaq, Evet. taşımaq üçün nə var? Bu da yıl var hatta. Bağlandı. Deməli, dostlar, Bakıda velosiped mağazasına gəlmişəm. Bura Brent velosiped mağazası gedəcək. Mağazanın indi qiymətlərlə tanış olacağıq, velosipedlərin çeşidlərindən tanış olacağıq. Yəni sizlər üçün gətirin. Bu cür maraqlı video hazırlayıram. Ona görə kanala abunə olun, şərhlərdə fikirlərinizi bildirin. Videomu bir bəyənə versəz, yəni belə qeyri-adi mağazalardan videolarımız davam olacaqdır. Mağazanın velo lideri Məhəmməd bəy bizə velosipedlər haqqında, ümumən mağaza haqqında məlumat verəcəkdir. Buyurun Məhəmməd bəy, yəni təqdim edərsiniz. Bizdə olan velosipedlər əsas Tayvan brendidir. Aha. Tayvan brendi. Daha sonra Specialized var, Amerikan brendi. Bunlar o Velosipedlər yol velosipedləridir. ha, Düz sürüşlər üçün idealdır. yəni asfaltın üstündə düz Bəli. sürətli gedirlər. Bunların nə qədər sürət yolu maksimum idman çalanda da O sürsə. əsas idmançıdan asılıdır, ancaq orta çıxarda bilər 35-40. Əsas özündən asılıdır. Özündən. Bəli. Amma burada önəm daşır təkərin ölçüsü, Aha. ulduzlar, sistem əsas velosipedin sürətində və digər keyfiyyətlərində xüsusiyyət daşır. Yəni oturacağı rahat olur aşağı. Bəli, bəli. Professional velosiped gedir də O bunlar. hər insanın boyuna çəkisinə görə ayrı Deyək. belə deyim, məsləhət görür, hansı velosiped istəyirsən. Əgər nəsə ehtiyat hissəsi də lazım olsa, yəni burada satılır, mağazada satılır. Yəni Bəli, məsəl üçün bu velosipeddə gözəl görünüşü var. Belə səhra rəngindədir də. Aha. 93-cü ildən istehsala başlayıb, Azərbaycanda tək satışı bizdədir. Təkir sistemdə Shimano sistemdir. Shimano da hansı ki dünyanın ən məşhur, belə deyim, velosiped aksesuarları istehsal edən şirkətidir. Örneğin Shimano sistemdir, orijinal. Aha. Velosipedlərə də, bizdəki bütün velosipedlərə bir servis zəmanəti verilir. İndi sezon gəlir, bu video baxandan sonra da gəlib ala bilərsiniz. Yəni maşının arxasına qoyub rahat rayona getdiniz, apara bilərsiniz və ya Bakıda sürə bilərsiniz. Yəni çox velosiped sürmək xeyirdir insanda. Sonra nə göstərə bilərik maraqlı olar. Daha sonra belə uzun yol məsafə sürənlər üçün şəhər turları olsun, rayon turları olsun. Yəni çantasını daşıya biləcəyi belə ağır yük götürə biləcək velosipedlərdir. Bunlar bu modellər touring modellərdir. Touring. Bəli, bu da Touring Sprinter'dən məxsusdur. Bura məsəl üçün Bunda da yenə arkada Bükü qoydu bura. Bəli, öndə də həmçinin Sideniya burada rahatdır. Velosipeddə əsasən komforta və bir qədər də sürətə velosipeddə. komfort və sürətə. Bu da aşağı enib qalxır, yəni Bəli, bəli. professional velosipeddir. Sonra nə göstərə bilərik? Daha sonra Specialized modelləri var. Specialized Amerika brendidir. Bunlar? Dünya üzrə ən məşhur, hətta ən keyfiyyətli brenddir demək olar. Azərbaycanda da tək satışı hazırda bizdədir. Bununla satışı burada Bəli, bəli. professional velosiped. Bunlar nə özəlliklər var? Bunların özəllikləri ilk olaraq Specialized böyük brenddir. Hı? Yəni istehsalı hardasa 40 ildən çox, 50 ildən. Daha sonra bunların üstündəki sistemlərdə yenə Shimano olan var və yaxud da fərqli Microshift var, SRAM olan və s. Burada Bu təkər velosipedlərin əsas xüsusiyyəti hazırda burada enli təkərdir, biraz quruntalı yollarda əsasən sürüşmək üçün, sürüş eləmək üçün idealdır. qonut havoyda, daşlı yollarda idealdır. Daha çox daşlı yollar. Təkərləri qalınlığı keyfiyyətlidir də. Bunda ehtiyat hissələri olur da yenə. Əlbəttə. Ha neçədən başlayır qiymətləri? Bunların qiymətləri 1299-dan başlayır. Bunun neçə yaş Əsas boyaya görədir. boya görə fərq edir. Böyük hündür adamlar boyunu götürür. Əlbəttə, əlbəttə. Zəhər ölçüyə velosiped var. Bunlar da ki Daha sonra Orbea modelidir, İspaniyandır. İspaniya istehsalıdır, Orbea. İspaniyandır. Bunlar da nazik təkərdir. Bunda da yenə üstündəki sistem, lakin bunda
daha üstündür məsəl üçün. Bunda da Shimano'dur. Sadəcə Shimano'da da segmentlər fərqi var. Məsəl üçün, bunda Shimano Dior. Arxa kasetdə bunda daha böyükdür ulduzları. Götürücü sayı daha çox. Bunlar deyinirlər. Trek Amerikan brendidir, Coupe Alman brendidir. Daha sonra xanımlar üçün belə velosipedlər. Bax, xanımlar üçün də maraqlı. Bəli, burada velosipedin çərçivəsi İncə düzəldir. daha rahatdır. Sırf xanımların burada minib düşməyinə rahat olsun. Gözəl. Bunlardakı elektrikli velosipedlər də Elektrikli yox, bunlar qatlanan velosipedlərdir. necə qatlanır? Velosipedin qatlanmağı bilmərəm. Sizin də bu şəkildə. Rahat var da belə aparıb gətirməyə. Bəli, maşını arxa bagaja qoyduk. Bağlasın sürdük, üstədən gətirdiniz. Yəni daşımaq üçün deyil. Çox rahatdır. Maşına qoyub aparmaq, Bəli, daşımaq üçün nə əladır. O da yığılır hətta. Bağlandı. Bu qədər. Eyvallah. Bunu əldə də aparmaq ola bilər. Bəli, bu bağlandı. Bir də buradan da belə qatlanır. Bir daha yığacam onu. Əldə bunu aparmaq olar. Rahat. Hara getsə, hə. Rahat. Yığılır. Bagaja qoymaq olar. Bunlar da həmçinin qatlanan velosipedlər. Bunlar da qatlanır. Bunlar elektrikli deyirsən. Bunlar bəli, elektrikli. Bu da Naxos brendidir. Bu nə qədər yol gedə bilir? Zayakka yılanda məsələn, elektrik yılanda neçə kilometr gedə bilir? Yəni ki, Zayakka çatır. Təqribi belə deyim, o getdiyiniz yola özəldir. Yəni siz baconda sürəcəksiniz, düz yolda sürəcəksiniz. Ancaq rahat bir 4 saat, 5 saat belə zayakka satmayır. O da sürəti neçədir bunun? Bunun maksimal sürəti hardasa 25-30. 25-30 km-dir. Yəni bu da gözəl görünüşü var, rahatlığı var həqiqətən də. Bu da qatlanır. Bu da qatlanır. Yəni çox rahat. Digər elektrik modellərdən bu dadır. Ha, bu da elektriklidir. Bəli, bunlar elektrik modellər. Bunun biraz böyükdür, bu yük yerdə var, böyükdür. Yəni Aha. bu da eyni. Burada ümumiyyətcə arxada da 2 nəfər də Bəli, bəli. amortizator yəni ki. Bu da çox gedir, ondan bu çox gedir də, bu daha böyükdür. Bu daha çox məsafə gedir. Bəli, bəli. Bunlarda bateriya tutumu biraz daha böyük, həmçinin kilometraj olaraq, sürət olaraq da biraz daha sürətli. Hardasa 5-10 arasında fərq edir. Yəni bir şeydir. Motosikl üçün kimidir də. Hə, moped kimi. Həm belə pedalla sürmək olur, həm də ki Bəli, həm pedalla, həm də ki qazla. bunlardakı Bunlar da uşaq velosipedləri var. Üç təkər var. Belə var. sonra kasklar var, ehtiyat hissələri. Kasklar, geyimlər, ehtiyat hissələri, su qabları. Velosipedə aid eynəklər falan. Yuxarıda da ikinci mərtəbədə də. Yuxarıda da bəli, qalxaq istəyirsiniz orada. İkinci mərtəbədə də. Burada dostlar, burada velosiped muzeyi kimi bir şeydir. Brand velosipedləri satılır. Burada da velosipedlər bəli, yəni həmçinin Trends, Specialized modelləri. Aşağıdakı Villiers də var. Bunlar əsasən şase modelləri. hə, şosedə sürmək üçün məsafələrdə. Ancaq digər MTB modelləri də var. Bunlar aşağıdakılardır, yoxsa fərqli daha Bunlar biraz daha premium. premium velosipedlərdir bunlar. Yəni görünüşü, rahatçılığı, təkərləri, görünüşü. Yəni, bura adam daxil olanda özü hiss edir o velosipedlərin premiumluğunu. Yuxarıda məsəl üçün çox xoşuma gəldi. Sonra bunlar 2189 manatdır. Böyüklüyünə görə də premiumdur. Bunlar premium velosipedlərdir. Bunun da çox əla görünüşü var. Bu rəngi mən xoşlayıram. İtalyan da bu. Tayvan. Hə, İtaliya üslubunda yığılıb da. Hə, dizayn bəli. Dizayn. Gözəl bu cür velosipedlərə gətirir. Oturacağı da idealdır. Yumuşaq, yəni superdir. Bunlar qiymət 500 manatdan başlayır da. Qiymət bizdə 519 manatdan başlayır. Daha sonra artır 800 min, 1500, 5000, 10.000, 15.000 yəni velosipedlər var. 15 manat var. 15.000 də hazırda burada bir digər filialdadır. Belə biz bahalısı var maraq. Ən bahalısı burada. 10.000-ə. Ən bahalısı. Bizdə var idi, qiymət 17.000 idi. O indi yoxdur. O bir filialdadır.
Böyle dostlar, əgər bu videoya 1000 bəyəni versəz, bu cür mağazalardan, maraqlı mağazalardan növbəti videolarımız olacaqdır. Kanala abunə olun, şərhlərdə öz fikirlərinizi bildirməyi unutmayın. Növbəti videolarda görüşərik.